Salam hörmətli dinləyicilər, gəlin sizlə iki maraqlı riyaziyyat sualına baxaq. Deməli, bu suallar Türkiyədə qəbul imtahanlarında istifadə olunan suallardır. Olub. Deməli, tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Düzbucaqlı koordinat sistemində təyin oblastı həqiqətlərlə verilən f, j və h funksiyası qrafik şəkildə kimi verilmişdir. Buna görə x daxildir -2 parçasına fx vuraq jx böyük 0, jx vuraq hx kiçik 0 bərabərsizliyin sistemini ödəyən cavab hansıdır? Deməli, biz hx funksiyasının ümumi şəklini yazaq. Hx bərabərdir k vuraq x. Burada k böyükdür 0-dan. Çünki koordinat başlanğıcı ondan keçir. Bu düz xət və birinci üçüncüdən keçir. Ona görə də k 0 bu rəqəmsal 0-dan böyükdür. fx funksiyasını deməli a vuraq x minus 2 və x plus 2 şəklində yazaq. Çünki parabolanın qolları yuxarıda -2 nöqtəsindən keçir və burada a böyükdür 0-dan. Jx funksiyası a1 vuraq x minus 1 və x plus 1. Burada a1 kiçikdir 0-dan. Çünki jx funksiyasında parabolanın qolları aşağıdır və 1 -1 nöqtəsindən keçdiyinə görə deməli a1 kiçik olacaq 0-dan. İndi şərtə əsasən, biz şərtə əsasən yazaq ki, fx-in yerinə yazdığımız bu ümumi şəkili göstərək. A vuraq x minus 2, x plus 2, jx-in də yerinə yazaq. A1 vuraq x minus 1, x plus 1. Bu da böyükdür 0. Buna 1 deyək, bir tənliyi. İndi yenə jx-in yerinə a1 vuraq x minus 1, x plus 1. Deməli, hx-in də yerinə k vuraq kx yazaq. Hx-in də yerinə kx yazaq. Kx. Kx kiçikdir 0-dan. İndi dedik ki, bu sistemi alsaq, buradan deməli, buradan görürük ki, bir tənliyində görürük ki, biz bu bir bərabərsizliyində, daha doğrusu bir bərabərsizliyində görürük ki, a-nın işarəsi burada göstərmişik, müsbətdir, a-nın işarəsi müsbətdir, bu a-nın işarəsi müsbətdir, a1-in işarəsi mənfidir. İki bərabərsizliyində a-nın işarəsi mənfidir, k-nın işarəsi müsbətdir. İndi bu A1 burada bir ədəddir. İndi A-nı A1-ə vuranda, yəni müsbəti mənfiyə vuranda mənfi eləyəcək. Deməli, A1 hasili mənfidirsə və bərabərsizliyi də biz mənfiyə böləndə, onda bir bərabərsizliyin həlli, deməli, bir bərabərsizliyin işarəsi dəyişəcək. Yəni, bizim bərabərsizliyimiz bu şəkildə düşəcək. X minus 2, x plus 2, x minus 1, x plus 1 kiçikdir 0-dan. Əksinə dəyişəcək. Eləcə də deməli, A1-in işarəsi mənfi, K-nın işarəsi müsbətdir. A1, K hasili mənfi eləyəcək. Bərabərsizliyi mənfiyə böləndə işarə əksinə dəyişəcək olacaq. X minus 1, x plus 1 vuraq, deməli, x böyükdür 0. Bu şəkildə olacaq. Bərabərsizliyimiz bu şəkildə düşəcək. İndi biz bu bərabərsizliklərin bir bərabərsizliyinin sıfırlarına ədəd oxunun yuxarı, bir ədəd oxu çəkək. İntervallar üstündə bu bərabərsizliyi həll etməliyik, bərabərsizlər sistemini. İndi bir bərabərsizliyinin sıfırlarına ədəd oxunun yuxarı hissəsində, iki bərabərsizliyinin sıfırlarının isə ədəd oxunun aşağı hissəsində deməli göstərib, bu minus 1-dir.
göstərib. Bərabərsizliyi intervallar üstündə həll etməyə çalışaq. İndi diqqət eləsək, bir bərabərsizliyin dediyim sıfırların hər doxunun yuxarı hissəsində qeyd eləyək. -2, -2, -1, sonra 1, 2, 1, 2. İndi bu bərabərsizliyin intervalı üstələsək, 2-dən sağda bir qiymət versək, 3 götürsək, x-in yerinə 3 qoyanda bir bərabərsizliyində bura olur müsbət, bu interval, bura olur mənfi, bu interval olur müsbət, bu interval olur mənfi, bu interval olur müsbət. Yəni bizim bərabərsizliyimiz sıfırdan kiçik olduğuna görə biz sıfırdan kiçik olan yerləri götürürük. Sıfırdan kiçik olan aralıqlar bura olur. Bu aralıqdır. Bir də bu aralıqdır. İndi 2 bərabərsizliyinin deməli sıfırlarını ədəd üzərində qeyd etsək, onun da sıfırları -1, 0,1'dir. -1, -1, 0, 1 də 1'dir. İndi birdən sağda bir qiymət versək, məsələn 2 götürsək, 2 verəndə yenə x-in yerinə 2 bərabərsizliyində x-in yerinə 2 qoyanda deməli bu hissə olur müsbət, bu hissə olur mənfi, bu hissə olur müsbət, bu hissə olur mənfi. İndi bizim bərabərsizliyimiz sıfırdan böyük olduğuna görə sıfırdan böyük olan hissələri götürməliyik. Yəni sıfırdan böyük olan hissələr hardadır bizdə? Sıfırdan böyük olan hissələr buradadır. Deməli bu bərabərsizlik sağda müsbət verdiksə müsbət, mənfi, müsbət, bu hissə mənfi olacaq. Bu üzrü sayın, bunu düzəldək. Bu hissə mənfidir. Düz götürməmişik. Deməli baxın, birdən sağda bir qiymət verəndə gətirib 2 bərabərsizliyi yerinə qoyanda 2 versə, 2-dən 1 çıxanda müsbət, 2-nin üstə 1 gələn müsbət və 2 müsbət. Birinin sağ tərəfi müsbət oldu. Deməli 0-dan 1-in arası mənfi olacaq. Mənfi 1-dən 0-ın arası müsbət olacaq. Bura mənfi olacaq. Ona görə diqqət eləyək buna. Bu hissə mənfidir. İndi bizim bərabərsiliyimiz sıfırdan böyük olduğuna görə 2 bərabərsizliyi biz müsbət olan hissələri götürməliyik. Onda müsbət olan hissələr rəngləməliyik. Burada rənglənsək bunları. Bir də buradır. Bu hissədir. İndi bu bərabərsizlər sistemi olduğuna görə bərabərsizliyin həm aşağıdan həm yuxarıdan rənglənən hissə hansı aralıqda intervaldır. Görürük ki, şəkildən bu 1-2 intervaldır. Deməli, bərabərsizliyimizin cavabı 1-2 intervalı olar. Bu isə C variantına uyğun gəlir. Maraqlı sual idi. Növbəti sualı həll etməyə çalışaq. Deməli, düzbucaqlı koordinat sistemində 2 A nöqtəsinin koordinatı, A-nın koordinatı 0A və B-nin koordinatı 0B nöqtəsidir. Olan, deməli, nöqtələri olan bir ABCD deməli, ABCD kvadratı verilmişdi. Yəni, bu qrafikdə gördüyünüz kimi bu bir kvadratdır. Və ABC kvadratının C nöqtəsindən keçən ABCD kvadratının C nöqtəsindən keçən y bərabər x bölü 3 deməli düz xəttinin tənliyi verilmişdi. Deməli ABC kvadratının C nöqtəsi deməli y bərabərdir x bölü 3 düz xətt deməli tənliyinin üzərindədir. Tənliyinin üzərindədir. A üstə gələk B A üstə gələk B 15 olduğuna görə D nöqtəsinin koordinatlarını tapın. Bu da maraqlı sualdır. Gəlin bunu da həll etməyə çalışaq. Deməli, biz şərtə əsasən yazaq ki, deməli, A-nın koordinatları verilibdir. Bunu biz yazaq. A-nın koordinatları 0A-dır. B-nin koordinatları da 0B-dir. Onda OA bərabərdir A.
OA bərabərdir A-dır. OB də bərabərdir B-dir. İndi digər yandan dedik ki, bu AB bərabərdir. AB bərabərdir BC, BC o da bərabərdir DC, o da bərabərdir AD. O da bərabərdir AD. İndi biz OA-dan OB-ni çıxsaq, biz OA-dan çıxsaq OB-ni alarıq ki, A çıxaq B. Yəni OA-nın deməli uzunluğu A-ya bərabərdir, OB-nin də uzunluğu B-yə bərabər olduğuna görə deməli almış oluruq biz deməli nəyi? AB-ni. Yəni kvadratın tərəfi. OA-dan OB-ni çıxanda alırıq A çıxaq B. A çıxaq B, yəni bərabərdir AB-yə, yəni bu kvadratın tərəfinə. İndi şərtdə deyilir ki, deməli bu düz xətt y bərabərdir, x bölək 3 düz xətti tənliyi, deməli y bərabərdir, x bölək 3 düz xəttinin tənliyi deməli hansı nöqtədən keçir? Kvadratın C nöqtəsindən keçir. İndi C nöqtəsinin koordinatlarını biz yazsaq, C nöqtəsinin koordinatlarını yazaq. Deməli C nöqtəsinin koordinatı deməli apsisi oldu A minus B, apsisi oldu A minus B, C nöqtəsinin koordinatının apsisi oldu A minus B, ordinatı olacaq B. Diqqət eləyək buna. Deməli C nöqtəsinin apsisi A minus B idi. Çünki niyə görə A minus B? Ona görə ki, deməli bu kvadratın tərəfi dedik nəyə bərabərdir? AB-yə bərabərdir. AB də özü BC-yə bərabərdir. AB də özü bərabər nəyə? BC-yə. BC-yə bərabərdirsə, AB-nin uzunluğu, yəni BC-nin uzunluğuna bərabərdir. Onda BC-nin uzunluğu A minus B olar. İndi biz bu tənlikdə, yəni x-in yerinə A minus B, y-in yerinə B yazsaq, bu tənlikdə y bərabərdir x bölək 3 tənliyində x-in yerinə deməli A minus B, y-in yerinə B yazsaq, yəni B bərabərdir A minus B bölək 3. Belə deyək də, biz y bərabərdir x bölək 3 tənliyində, tənliyi deməli C nöqtəsinin koordinatı bu C nöqtəsinin koordinatı deməli bu düz xəttin üzərində olduğuna görə biz x-in yerinə deməli C nöqtəsinin apsisini, y-in yerinə isə C nöqtəsinin ordinatını yazırıq. Konkret belə. İndi biz buradan tapsaq ki, yazsaq ki 3B bərabərdir A minus B-yə. Buradan alarıq ki 4B bərabərdir A-ya. Buradan alırıq ki, deməli A bərabər nəyə? 4B-yə. A bərabərdir 4B-yə. İndi bizdə də verib A üstə gələk B bərabərdir 15-dir. Yazıram burada. A üstə gələk B bərabərdir nəyə? 15-ə. A-nın yerinə 4B yazsam, 4B üstə gələk B bərabərdir 15-ə. Buradan da 5B bərabərdir 15-ə. Buradan da alaram ki, B bərabər neçəyə? 3-ə. Yəni, B-ni mən üst tapıram. Sonra mən B-ni üst tapıramsa, burada 4 olsun. O zaman gətirirəm A üstə gələk B bərabərdir 15-ə. A üstə gələk B-nin yerinə 3 yazıram, bərabərdir 15-ə. Buradan da yazıram ki, A bərabərdir 15 çıxaq 3-ə. Onda da tapıram ki, A bərabərdir 12-yə. A bərabərdir 12-yə. A-nın da 12 tapmışam. İndi məndən soruşur D nöqtəsinin koordinatını tapın.
D nöqtəsinin koordinatı. İndi D nöqtəsinin koordinatını gəlin göstərək, diqqət edin. D nöqtəsinin apsisi A-B olacaq, diqqət edin. Biz tapdıq ki, C-nin apsisi D nöqtəsinin apsisi ilə C nöqtəsinin apsisinə bərabər olacaq. Biz bunu burada göstərmişik, diqqət edirsiniz. Bax, biz bunu burada göstərmişik. D nöqtəsinin apsisi elə C nöqtəsinin apsisidir. Çünki bunun üzərində yerləşir bu nöqtədə. İndi bəs D nöqtəsinin ordinatı nəyə bərabərdir? D nöqtəsinin ordinatı bərabərdir D nöqtəsinin ordinatı bərabərdir A-ya. Biz buradan bunu vermişik, bu da. Çünki OA məsafəsi nəyə bərabərdir? OA-nın uzunluğu A-ya bərabərdir. Elə bu A həm də D nöqtəsinin nə idi? Ordinatıdır. Onda biz D nöqtəsinin ordinatını göstərsək, D nöqtəsinin ordinatı demək, apsisi dedik ki, A-B-dir. Ordinatı da A-dır. Budur. İndi deyir ki, D nöqtəsini tapın, deməli, koordinatlarının nəyin tapın? Cəmin tapın. Deməli, A-nı biz tapmışıq 12, B-ni də tapmışıq 3 və A-da bizdə 12. İndi deməli, D nöqtəsinin olduğu koordinat 9 ilə 12. Onda bunların cəmi 9 üstə gəlir 12, yəni 21. Deməli, D nöqtəsinin ordinatlarının cəmi neçə olar? 21 olar. Bu isə C variantına uyğun gəlir. Maraqlı suallar idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.